İsrail 2000-ci il sentyabrın 30-u dünyaya gəlib. Bunlar ki, həyata gəlişindən bir macəralı olub. Onun həyatı baxmayaraq ki, 20 il yaşayıb, ancaq onun hər bir saniyəsi, hər bir dadı bir tarix qaldı. İsrailin adı atamın babasının adı olduğuna görə İsiyə böyük bir hörmət əlaməsi göstərirdilər evdə. Heç kim ona xəstə dəyməzdi. 15-16 yaşları vardı. Dedi ki, bu rayonlarında nar festivalı keçirilir Abışın Göyçayda. Həmən festivala bir dəfə dedi ki, baba məni bura apararsan. O həmən sərgidə Mübariz İbrahimovun milli qəhrəmanımızın portreti var idi. Həmən portretə çox baxdı və anasına təkidlə dedi ki, mən şəklimi bu qəhrəmanla çəkinəm. Ondan sonra biz aralaşanda bu xeyli aralaşmadı. Çox baxdı, qayıtdı ki, gün gələcək mən də belə bir qəhrəman olacağam. Bir dəfə Cəfərzadə İsrail yuxarısı artıq sinifdə idi. Pəncərənin qarşısında durmuşdu. Gördüm biraz hardasa belə qəmli görüb. Dedim İsrail, burada niyə durmusan? Uşaq belə qəfildən başını qaldırdı, gözünü mənə diqqətlə gözü ilə mənə baxdı. Dedi müəllim, bəs mən hərbiyə getmək istəyirəm. Hazırlaşıram ki, hərbiyə gedim. Mən bu torpaqlarımızın parçalanması ilə barışa bilmirəm. Deməmişdi ki, müharibədəyəm, ancaq bir dəfə zəng oldu. Orada səslər oldu. Mən o atışma səslərini eşitdim. Sən müharibədəsən? Dedi, yox, amma mən müharibədə deyiləm. Sadəcə olaraq biz burada hərbi hissədəyik. Bir-iki dəmirlər var, maşınlara yığırıq. İştibarın göstərilməsində, bizi minalı sahədən çıxarılmasında çox əməyi rol olubdur Zəfərzadə İsrailin. Və başqa bir tapşırıqda isə Zəfərzadə İsrailin əsas əməyi rolu orada olub ki, gecə saatlarında müəyyən bir tapşırığa gedəndə orada minalı sahə açılmalı idi. Orada biz minalı sahə olmadığımıza görə istehkamçımız gözləyirdik. Biz gözlədiyimizdə burada vaxt aparırdı. Zəfərzadə İsrail orada birinci addımında önə atdı ki, daha gəldi ona mədə komandir. Yəni nə olar da burada biz getməliyik. Həqiqətən orada 60-70 nəfər şəxsiyyət var idi. Zəfərzadə İsrail orada birinci addımını atdı və hər kəs onun ardı ilə bir-bir ora sahəni keçdi və heç kəs belə deyək də minaya düşmədi. Sözüm ona gəlir ki, bir əskər kimi orada həqiqətən bir qoçaqlıq, mərdlik, igidlik göstərir ki, o sahəni açdı. Demək, həmən vaxtı mühazirədə yoldaşlar düşürlər bir yerdə, çıxmaq çətin olur və aralarında danışırlar ki, necə çıxaq buradan və İsrail orada qalır ki, mən burada atəş təmin edeyim, siz çıxın və sonra siz atəş təmin edərsiniz, mən çıxaram. Elə də olur, İsrail qalır, atəş təmin edir, yoldaşlar çıxır, bu çıxanda snaperlə bunu İsraili vururlar. Oradan o yoldaşlardan biri qayıdır ki, İsrailə kömək eləsin, həmən vaxt o yoldaşlar snaperlə vururlar. Şəhid olan günü heç biz həmin gecəni heç yatmadıq. Səhərə qədər oyaq qalmışdıq. Bilmirdim ki, İsraildə şəhid olub. Elə oldu, mən getdim İsraili götürməyə. Gördüm, əmlərimlə getmişdim. Götürən zaman dedim, görməliyəm də, onun ismini görməliyəm. Üzünü açını görüm. İsrailin üzündə elə bir təbəssüm var idi. Yəni, İsrailin üzündə elə bir nur var idi ki, yəni mən onu deməklə bəlkə də ifadə edə bilmirəm. O öz ölümünə yenə deyirəm, əbədi ölümsüzlük qazandı. Biz heç vaxt onu unuda bilmərik. Vətənimiz, torpağımız azad yaşasın. Şəhidlərimizin ruhu şad olsun. Son vaxtlarda bir dəfə yuxuma gəldi, məndən arxayın ol ata. Mən elə bir yerdəyəm ki, yəni qapalı formada, açıq demir, mən deyir elə bir yerdəyəm ki, yəni məndən arxayın olar.